İnsan düşüncəsi daim formalaşır və ətraf mühitə uyğunlaşır. Lakin bu uyğunlaşma həmişə müsbət nəticə vermir. Bəzən insan elə bir vəziyyətə düşür ki, o artıq qarşısındakı maneə olmasa belə, hələ də həmin maneənin təsiri altında qalır. Bu psixologiyada qazanılmış acizlik adlanır və bu insanın həyatına dərin təsir göstərən ən güclü psixologiya tələblərindən biridir. Bu anlayış ilk dəfə psixoloq Martin Seligman tərəfindən heyvanlar üzərində aparılan təcrübələrlə sübut olunub. O, bir qrup iti qəfəsə yerləşdirərək onlara qaçmaq imkanı vermədən yüngül elektrik cərəyanı verib. İlk başda itlər çıxış yolu axtarsalar da bir müddət sonra hərəkətsiz qalaraq vəziyyəti dəyişdirmək üçün cəhd etməyi dayandırıblar. Daha sonra qəfəsin qapıları açıldıqda belə onlar qaçmaq əvəzinə olduğu yerdə qalmağa davam ediblər. Çünki artıq vəziyyəti dəyişdirməyin mümkünsüz olduğuna inanmışdılar. Bu psixoloji hal təkcə çətinliklərlə deyil, rahatlıqla da bağlıdır. İnsan rahatlığı öyrəşdikdə ani bir dəyişiklik ilə qarşılaşdığı anda sanki hər şey çətinləşmiş kimi görünür. Əslində isə o bir vaxtlar daha hərəkətli, daha aktiv həyat tərzinə sahib olub. Amma uzun müddət stabil bir mühitdə qaldığı üçün beynin yeni şəraitə adaptasiyası çətinləşib. Beyin keçmişə görə yox, indiki zamana görə yaşayır. Dünən hər şey asan etsə, bugün azacıq çətinlik belə insana dözülməz gələ bilər. Amma insan keçmişə biraz daha geriyə baxsa, indiki durumun o qədər də fərqli olmadığını görər. Bu qazanılmış acizliyin tərs tərəfidir. Bəzən insan komfort zonasına ilişib qalır və ya çətinliklərə qarşı müqavimət göstərməkdən çəkinir. Qazanılmış acizlik təkcə fərdin öz həyatına təsir etmir, həm də onun ətrafındakı insanlara yayılır. Şuur zəncirləndikdə insan təkcə özünü yox, bütün bir nəsli və cəmiyyəti də məhdudlaşdıra bilər. Bir insan daim uğursuzluq hissi ilə yaşayırsa, bu ruh halı onun yaxınlarına, dostlarına və hətta iş yoldaşlarına da sirayət edir. Əgər bir ailədə valideynlər öz imkanlarının məhdud olduğuna inanırsa, bu düşüncə tərzi onların övladlarına da ötürülə bilər. Uşaqlar erkən yaşlardan bacarmaram, bu mənim üçün mümkün deyil kimi düşüncələrlə böyüyərsə, onların gələcəkdə qarşılaşacaqları çətinliklərə yanaşma tərzi də məhdudlaşdırıcı olacaq. Bu psixoloji hal xüsusilə iş mühitində özünü göstərir. Uzun müddət dəyər verilməyən, fikirləri nəzərə alınmayan və ya daim uğursuzluq hissi ilə yaşayan bir işçi zamanla təşəbbüskarlığını itirir. O yeni ideyalar irəli sürməkdən, liderlik etməkdən və hətta öz bacarıqlarını göstərməkdən çəkinir. Beləliklə insan təkcə özünü deyil, ətrafındakı kollektivin də inkişafını ləngidə bilər. Sosial həyatda da eyni hal müşahidə edilir. Məsələn, daim tənqid olunan və öz fikirlərini ifadə etməkdən çəkindirilən biri uzun müddət sonra artıq fikir bildirməyə mənasız olduğuna inanır. Hətta ona fikir bildirmək üçün tam azadlıq verildikdə belə o əvvəlki məhdudiyyətlərin təsiri altında qalaraq öz fikirlərini ifadə etməyə cəhd etmir. Bu vəziyyətdən çıxış yolu varmı? Əlbəttə ki var. Birinci addım insanın öz vəziyyətinin fərqinə varmasıdır. İnsan anlamalıdır ki, onun keçmişdə yaşadığı məhdudiyyətlər artıq yoxdur və həyatını idarə edən əsas qüvvə onun öz düşüncələri və qərarlarıdır. İkinci addım kiçik uğurlarla yenidən inam qazanmaqdır. Hər yeni nailiyyət beynimizə uğurun mümkün olduğunu sübut edir və qazanılmış acizliyin yaratdığı mental blokları zəiflədərək bizi daha güclü edir. Üçüncü addım komfort zonasından çıxmaqdır. İnsan təkcə çətinliklərdən deyil, rahatlıqlardan da qaçmağı öyrənməlidir. Bir müddət əvvəl aktiv həyat tərzi keçirən bir insan uzun müddət passiv qaldıqdan sonra hərəkətə keçməkdə çətinliklər çəkir. Ancaq bu çətinlik real deyil. O sadəcə beynin yeni şəraitə uyğunlaşmaq istəməməsindən qaynaqlanır. Unutmayaq ki, həbsxana həmişə fiziki divarlardan ibarət olmur. Bəzən insanın öz beynində qurduğu görünməz həbsxana onu ən böyük imkanlardan məhrum edir. Bu divarları aşmaq, keçmişin kölgəsindən çıxıb gələcəyə ümidlə baxmaq isə yalnız bizim öz əlimizdədir.